A few və few sözlərinin oxşar və fərqli cəhətlərinə baxaq. Hər ikisi özündən sonra sayıla bilən cəm isim qəbul edir. A few bir neçə deməkdir. Bir şeydən kifayət qədər var mənasındadır. Müsbət mənadadır. Few isə bir şeydən kifayət qədər olmadığını göstərir və mənfi mənadadır. Gəlin eyni cümlələrlə bu iki sözün arasındakı fərqə baxaq. Məsələn, I have a few friends veya I have few friends. Cümlələr bir-birinə çox oxşardır. Burada article-nın fərqi var. İndi birinci oxşar cəhətinə baxaq ki, a few və few özündən sonra hər ikisi cəm isim qəbul edir. İstər müsbət mənada olsun, istər mənfi mənada olsun, özlərindən sonra mütləq sayıla bilən cəm isim qəbul edirlər. Amma bunların tərcüməsinə baxaq. I have a few friends cümləsində o deməkdir ki, mənim kifayət qədər dostum var. Müsbət mənalıdır. I have few friends cümləsində isə mənfi mənalı cümlədir. Yəni mənim çox az dostum var. Kifayət qədər eləmir. Yəni bu mənada.